Düşünürəm ki, qadın üçün ən çətini hərbi qulluqçu işidir. Müharibənin ağırlıqlarına hətta kişilərin də gücü çatmır. O ki qaldı qadınlara. Bu onlar üçün deyil. Mənim kumirim açılıq üzrə idmançı Meredith Michaels Birbaumdur. O Alman idmançısıdır. Bax onunla oturub çay içmək istəyərdim. Çünki bu qadın bütün həyatını bu idman növünə həsr edir. Və o bu sahədə böyük nəticələr əldə edir. Bax o mənim kumirimdir. Düşünürəm ki, insanın özünə edəcəyi ən böyük yaxşılıq ürəyincə olan işi seçməkdir və bütün ömrü boyu onunla məşğul olmaqdır. Düşünürəm ki, ən böyük xoşbəxtlik öz işindən məmnunluq duymaqdır. Qızlara məsləhət görərdim ki, biliklərini təkmilləşdirsinlər və bununla kifayətlənməsinlər. Bütün ömürləri boyu yeni nəsə öyrənsinlər, yerlərində saymasınlar. Hesab edirəm ki, bu heç bir halda mif deyil. Bu bəlkə də zərurətdir və mahiyyətcə mənə elə gəlir ki, qadınlar güclüdürlər. Bəli, bu məqam uşağın dünyaya gəlməsidir. Düşünürəm ki, qadınlar dünyadakı bütün müharibələri ləğv edərlər. Bu, planetimizi sözün əsl mənasında sarsıdan ən böyük bəladır. Xoşbəxt qadın, həyatda özünü tapan, bütün ömrü boyu sevdiyi işlə məşğul olan qadındır. Onun gözləri parlayır, o tez-tez gülümsəyir, özünə baxır, yaxşı görünür. Mən belə hesab edirəm.